hörgü planda ölçüləndirmə hal-hazırda bizdə bir dənə, level 0-dan bir dənədir də, yəni birinci mərtəbənin levelindən bir dənədir. İndi biz bundan neçə ədəd yarada bilərik də. Birini məsələn tutaq ki, hörgü planı, bəzək planı, indi gələcəkdəki bunun interieri lazımdırsa, nə bilim, döşəmə planı, funksional plan. Yəni nə qədər istəsə yarada bilərik də. Burada necə edirik? Sağ düymə basıram, duplikat edirəm. Burada 3 cür duplikat var. Bu o qədər lazım deyil. Buradan duplikat, bunu bassam, sadəcə detaillə eləsəm 2D griddir, belə şeylər, yaxud yazılardır. Onları da leveldə nə varsa hamısını eləyir. Sadəcə duplikat bassam, onları eləmir. Duplikat with detailing eləsəm daha yaxşıdır. Bir də bu level'e gireyim burada. Deyirəm duplicate with detailing. Bunun adını qoyuram ki, birinci mərtəbə hörgü planı. Enter. Birində yaradıram. With detailing. Deyirəm ki, birinci mərtəbə bəzək planı. Enter. So, yaratdıq. İkinci mərtəbəndə bunun kimi eləyərsiniz. Deməli, birinci mərtəbə bəzək planı. Hörgü planda nələr daxildir? Hörgü planda ancaq ölçüləndirmədir. Bir də səviyyələrin, buradan hansı səviyyələrdir? Bir də bunları düyün götürə bilərik. Əsas indi burada ölçüləndirmədir də. Birinci mərtəbənin hörgü planında. Ölçüləndirməni necə edirik? Annotate buradan başlayırıq. Ölçüləndirmə, bax, buradan seçirik ölçüləndirməni. Buradan duplikat ala bilərik biz. Edit tip, duplikat ala bilərik. Yazırıq ki, ölçüləndirmə. Buradan da OK. Burada əsas şey nədir? Biri tekstin sayızıdır. Buradan. Tekstə aid olanlar. İndi burada teksti italik eləmək, bunlar ölçüləndirmə olmur. Yəni Word deyil ki, biz bunu italik eləyək, bold eləyək. Əsas burada tekstin sayızıdır, nə qədər şeydir. Onu da miqyasa uyğun biz düzəltməliyik. Məsələn, 1-in 100-dədirsə, 2, 5 normaldır məsələn. Və yaxud biraz da azalda bilərik, 2 də eləyə bilərik. Bir də burada tekstin backgroundu, bunu da biz transparent eləməliyik. Çünki orada arxasında, ölçünün arxasında nəsə yazı zad olanda görsənməlidir bizə. Görsənsin daha doğrusu. Buradan da tekstin fontunu seçə bilərik. Arial elə normaldır, Arial qala bilər. Bir də unit formatdır. Buradan baxırıq deməli. Default olaraq millimetrdir. Yəni bu vəziyyətdə yaxşıdır, qala bilər. Buradan da OK. Bir də buradan ölçünün rəngidir. Qırmızı seçək. OK. İndi buradan da apply və OK. Buradan biz baxsaq, müxtəlif variantlar var. Wall center line, wall faces, center of core, bir də faces of core. Demək olar bunları işlətmirik. Wall faces həmişə qala bilər. Çünki buradan da baxsaq, biz ölçüləndirməni hardan hara qədər veririk. Deməli, divardan söhbət gedirsə, biz həmişə mərkəzdən götürmürük də, yəni divarın üzündən üzünə qədər götürürük. Buna görə wall faces seçsək, daha uyğundur bizə. Bir də burada var individual, bir də entire var. Həmişə mən bunu işlədirəm, yəni ayrı-ayrı eləyirəm. Amma bunu işlədənlər də var. Bu necə edilir? Məsələn, tutaq ki, bunu seçirəm. Buradan option'a girib, burada opening var. Bunu width düzəldirəm. Bunu da intersecting var. Bir də bunu OK. Bu necə edilir? Tutaq ki, bu divar bütöv getməyib. Ya məsələn, tutaq ki, elə bir divar götürək ki, budur, qapılar gedib. Bax, bu divarı mən seçsəm, baxın, burada harda divar şey keçib, grid keçib, aks keçib. Onun kəsişməsi ilə bir dənə ölçü yaradır. Bir də openinglər, yəni qapı və pəncərə boşluqlarında avtomatik ölçü yaradır. Bu şəkildə. Amma bu çox vaxt işlənmir. Nəyə görə? Burada işlənə bilər, amma elə yerlərdə var ki, işlənə bilmir. Məsələn, bu hissələrdə işlənə bilmir. Və yaxud bəzi yerlərdə. Ən yaxşısı variantı odur ki, individual eləyək və davam eləyək. Bunu deməli individual, buradan da wall face. Ölçüləndirmədə əsas bir var iç ölçüləndirmə, bir var çöl ölçüləndirmə. Çöl ölçüləndirmədə 3 dənə tip olur. Deməli, biri buradan başlayır. Divarın üzündən openinglər, yəni boşluqlar. Qapı, pəncərə boşluqları birinci tip. İkincisi də aksların arasındakı məsafəni ölçür. Üçüncüsü də bir dənə obj götürür. Çöl ölçüləndirmə. İlk ölçüləndirmədə, məsələn, tutaq ki, buradan bir dənə qoymalıyıq, yəni paralel şəkildə. Buradan axıra qədər getməliyik. Bir dənə buradan getməliyik. Yəni, ölçüləndirmədə elə eləməliyik ki, bunu aparanda sahəyə.
orada sual yaranmasın ki, buradan bura qədər ölçü nə qədərdir? Məsələn, tutaq buradakı qapını qoymaq istəyir. İndi bilmirlər. Yəni biz mütləq bir referans yerdən ölçü verməliyik də. Məsələn, tutaq ki, hə, ya buradan verməliyik. Əslində onsuz da veririk də hamısı. Yəni ölçüsüz qalmamalıdır. Yəni bilsinlər ki, bu qapını buradan ya buradan nə qədərsə məsafə saxlayıb qoymaq lazımdır. Yəni ölçüləndirmədə əsas ona fikir vermək lazımdır ki, sahəyə gedəndə belə çaşbaş qalmasınlar da. Onu da səliqəli şəkildə verək ki, düzgün olsun. Tutaq ki, buradan belə verirəm. Hə, bir də bir şey dediyim. Bax, burada bu ikinci tip divarları ki biz yaratdıq ha. Bunları hörgü planında gizlətmək lazımdır. Çünki ölçülər düzgün gəlmir. Ölçü planında sırf hörgünü eləməliyik. Yəni hörgüdən hörgüyə məsafəni çəkməliyik. Bir dənə plugin var, dil üçbəndi burada. Bax budur. Bu plugin özü də free-dir deyəsən. Burada trial yazmam free-dir. Normalda free-dir. Bunu yükləyərsiniz, bir dəfə Revit bağlıyken run verərsiniz, o buradakı kimi. İndi bax burada məsələn tutaq ki, mən bir-bir bunları seçmək, buradan hide eləmək biraz çətindir. Ya deyim, ola bilər plugin elə vaxt işlətmir. Orada necə eləmək lazımdır. Bax bura gətirirəm, tabı basıram. Bu otaqda hamısını seçdi. İndi sağ düymə ilə select all instance invisible view. Buradakilərdən hamısını seçir. Bir də kontrol basılıyken gəlirəm buraya. Bunu da sağ düymə ilə select all instance invisible view. Burada hide edirəm. Hide eləmək üçün bu aşkidən eləmirəm ha. Buradan sağ düymə hide in view edirəm ki, hamısı bir dəfəlik geçsin. Bax onları təzədən gətirmək üçün hardan edirik? Bax burada işarə var. Reveal hidden element. Bunu gətirəm. Bax qırmızı rənglərdə hamısını birini seçsəm, buradan unhide element də eləyə bilərəm və yaxud yenə buradan CA ilə basıb hamısını unhide element eləyib gətirə bilərəm buradan. Sonra reveal basam, doğrudan görür ki, gəlib. İndi bu virüsdən necə eləyirik? Buradan one filter var. Bunu işlədirəm. Buradan valı seçirəm. Bu görünüşdə işlənən bütün divarları mənə göstərir. Bir dənə hamısını tikini götürürəm. İndi mənə lazım olanları burada seçirəm. Deməli, suvaq emulsiyadır biri. Suvaq emulsiya, suvaq keramik lövhələr, bir də AMK fasadına şey burada lazım deyil onlar. Hörgüdə heç nə lazım deyil. Sadəcə hörgüdən başqa. Söhbət divarlardan gedir. Yəni burada P2 qala bilər də, o başqa şeydir. Pəncərəyində. Buradan select edirəm. Bax indi buradan baxsam hamısını seçib. İndi buradan hide in view element edirəm. Hamısı getdi. Annotate-dən ölçüləndirməni verə bilərəm. Bax buradan başlayıram hörgüdən hörgüyə. Gətirəm bura, buradan bura, buradan da bu şəkildə. Bir dənə ölçü getdi belə. İndi buradan da aparıram bir dənə. Çöldən vermişiksə işdən buna lazım deyil. Yəni buradan bura qədər, buradan belə lazım deyil. Buradan da bunu gətirəm bura. Amma buradan lazımdır. Bax bir dənə verirəm, gətirəm bu qapını bura qədər, bura, buradan da bura. İndi hardan vermək lazımdır? Bir dənə buradan lazımdır. Ya buradan vermək lazımdır ki, bu qapıları da əhatə eləsin. Həm də bu divarları. Ya da buradan da vermək olar. Buradan verək. Buradan verəm deməli. Bunun burasına qədər, buradan da bura. Bir də bura qədər, buradan da bura. Buradan da axıra qədər. Bunu gətirəm, tıklayıram burada. İndi burada ölçülər görünməyə bilər. Yazının özü var ha. Bax bunu seçirəm. Bunu seçərkən bunu götürürəm, gətirəm bura. Belə. Və yaxud əgər yenə də görsənməsə, bunu seçərkən bunu gətirim bura. Bu şəkildə. Bunu da həmçinin bu tərəfə. Yenə də hardan vermək lazımdır ölçünü? Tutaq ki, buradan belə vermək lazım. Çünki burada bir dəfə vermişik, amma burada verməmiş. Buradan belə veririk. Buradan da bu şəkildə. Bunu da gətirəm bura. Hazırdır. Keçirik bəzək planı. Bax burada baxdıq. Ölçüləndirmədə əsas eləyirik. Bir də burada bir şey lazımdır. Burada bunları da sən tutaq ki, nəsə əyri olanda diametr lazımdırsa diametr seçirik. Radiusu burada diametr göstərir. Burada da bucağı göstərir. Məsələn, bucağı göstərim. Bunun arasındakı iki divar arasındakı bucağı bu şəkildə göstərə bilərsən. Burası burada bu çox böyükdür. Yenə edit tipinə girirəm. Buradan bunu kiçildirəm. Text background transparent. Buradan da text size-ını çox böyükdür deyənə 1 edirəm. Buradan da apply vursam avtomatik kiçildir bizim üçün. Spot elevation-dir. Yəni göstərir ki, bizə hansı leveldədir. Bax 0-0 göstərir. Həm bəzək planda olmalıdır, həm hörgü planda. Spot elevation seçirəm buradan. Buradan
döşəməni seçirəm. Prosto burada niyə döşəməni götürmür? Mən bilmirəm. Bax buradan götürürəm deməli. Spot elevation. Mənə lazımdır ki, göstərsin buradakı hündürlük nə qədərdir. Ümumiyyətlə bu döşəməni seçmir. Mən umarıq niyə seçmirəm. Buradan hidden wireframe-idir. O seçə bilmirdi ki, mən hansını götürüm. Buradan hidden eləyəndə, hidden və yaxud shaded eləyəndə ona görə seçmirdi. Bunu hidden line və yaxud shaded eləmək lazım. Spot elevation götürürəm, buradan edit edirəm. Gələm bura, bunu da burada əsas bir dənə text size bizə lazımdır. 2.5 normaldır hələ ki. Bir dənə bunu metr eləyək. Metr, buradan da decimal 3-dən eləyək. Görək nə göstərir. Hə, vəsə. Bax burada indi 3 dəfə tıklayarkən düzəlir. 2, 3, vəsə. Burada da 0-dır. Bir dənə burada yaradıram. Bir dənə də gətirirəm burada giriş yerlərində yaxud burada da eləsəm kifayət edir. 2-3 yerdə versəz bəsdir yəni. Bu da lazımdır. Keçən dəfə bunu keçdi. Otaq adlarını düzəldərsiniz, yaxşımı? Bəzək planı. Bir dənə götürür buradan oxlar arasındakı məsafə, bir də opş götürür. Bunu biraz gətirin bura. Buradan edit edeyim. Bir dənə də buradan bura qədər məsələn. Gəlir bu plugin məsələsinə. Blocks plugini. Planrovka məsələsinə. Bunu yükləyəndə Home tabında famillər var. İndi gələk planrovka məsələsinə. Birinci mərtəbə bəzək planı. Hörgüdə dedik ancaq ölçüləndirmə, bir də səviyyələri göstərmək. Amma bəzək planında biz göstərməliyik hər hansı otağın funksiyasını. Funksiyası deyəndə, yəni məsələn tutaq ki, bura yataq otağıdır, burada yataq qoymaq lazımdır. Bura zaldır, mebel qoymaq lazımdır. Başlayaq birinci əsas qonaq otağından ya zaldır. Deməli burada mebel gedir məsələn. Tutaq ki, indi burada var. Burada buna aid var. Yenə buraya baxım. Bax bunu seçirəm, döşəməni. Buradan bu selection box seçirəm. Gətirəm. Bunu biraz gətirim belə. Bu da belə getdi.